Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Prezident İlham Əliyevin 2023-cü il dekabrın 23-də imzaladığı əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi haqqında sərəncama əsasən Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlayıb təqdim etmək üçün 3 aylıq müddət verilmişdi. Bu müddət artıq 2024-cü il martın 23-də başa çatıb. Azpolitikanın yaydığı məlumata görə, qeyd olunan vaxt ərzində Nazirlər Kabineti öz təkliflərini hazırlayaraq ölkə rəhbərliyinə təqdim edib. Bunun nəticəsi olaraq yaxın vaxtlarda bir sıra sosial müavinət və təqaüdlərin məbləğində artım gözlənilir. Bu dəyişikliklərin təsir edəcəyi əsas kateqoriyalar aşağıdakılardır. Dövlət qulluqçularına ömürlük müavinət. Əgər bir şəxs 15 ildən az dövlət qulluğu stajına malikdirsə və pensiya hüququ əldə etməyibsə, yaş və ya əlillik səbəbilə işdən çıxdıqda, ona aylıq sosial yardım formasında ömürlük müavinət verilir. Bu müavinətin həcmi işdən çıxmazdan əvvəlki bir il ərzində aldığı orta əmək haqqının 15%-nə bərabər olur. Yaşa görə müavinət əmək pensiyası almayan, işləməyən və gəliri olmayan 65 yaşlı kişilər və 64 yaşlı qadınlar üçün aylıq 220 manat müavinət nəzərdə tutulur. Əlilliyə görə müavinət. Orqanizmin funksiyalarının 81-100% pozulması 270 manat. 61-80% pozulma 220 manat. 31-60% pozulma 150 manat. Ailə başçısını itirməyə görə müavinət 120 manat məbləğində təyin olunur və aşağıdakı ailə üzvlərinə ödənilir. 18 yaşına qədər olan uşaqlara. Əlilliyi olan uşaqlara əlillik müddətinə. 8 yaşınadək uşağa baxan və işləməyən yaxın ailə üzvlərindən birinə, uşağın 8 yaşı tamam olana qədər. Müddətli hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət, hərbi xidmətdə olan şəxsin uşaqlarına aylıq 120 manat yardım göstərilir. Valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına verilən müavinət 120 manat. Aztəminatlı ailələrdə 1 yaşınadək uşaqlara görə müavinət, ünvanlı sosial yardım alan ailələr üçün hər bir uşağa görə 100 manat. 5 və daha çox uşaq tərbiyə edən analar üçün müavinət, 6-cı uşağın 1 yaşı tamam olduqdan sonra hər bir uşaq üçün aylıq 105 manat ödənilir. Övladlığa götürülən uşaqlara görə müavinətlər. 3-18 yaş arası uşaq üçün 200 manat. Əlilliyi olan 0-18 yaşlı uşaqlar üçün 600 manat. Himayədar ailələrdə uşaqların saxlanılması üçün ödənişlər. 0-6 yaş 355 manat. 7-13 yaş 375 manat. 14-18 yaş 395 manat. Əlilliyi olan uşaqlarda bu məbləğlər 395, 415 və 435 manat təşkil edir. Təqaüdlər. Vətən müharibəsi qəhrəmanı 2000 manat. Milli qəhrəman 1800 manat. Prezidentin fərdi təqaüdü 1500 manat. Şəhid ailələri və 20 yanvar şəhidlərinin ailələri üçün 600 manat. Əfqanistan müharibəsi iştirakçılarının ailələri üçün 600 manat. Müharibə əlilləri üçün təqaüdlər. 81-100% pozulma 500 manat. 61-80% 400 manat. 31-60% 330 manat. Gözdən əlilliyi olanlara 300 manat. Elmi dərəcəsi olan və uzun illər elmi və tədris sahəsində çalışan şəxslərə. Fəlsəfə doktoru 300 manat. Elmlər doktoru 500 manat. Xalq fəxri adı sahiblərinə 200 manat. Əməkdar fəxri adı sahiblərinə 150 manat. Müharibə veteranlarına 80 manat. Əlilliyi olan şəxslərə qulluq edənlərə 100 manat. Hələlik bu müavinət və təqaüdlərin konkret nə qədər artırılacağı açıqlanmayıb. Bununla belə minimum əmək haqqının 345 manatdan 400 manata, pensiyaların isə 280 manatdan 320 manata qaldırıldığını və dövlət büdcəsindən sosial müdafiəyə ayrılan vəsaitin artdığını nəzərə alsa, yaxın günlərdə 10-15% arasında artımların baş verəcəyi ehtimal olunur. Qeyd edək ki, 2025-ci il üçün sosial müdafiə və sosial təminat məqsədi ilə dövlət büdcəsindən 4 milyar 811 milyon manat ayrılıb. Bu göstərici ötən illə müqayisədə 420 milyon manat artıqdır.